Deməli belə. Mövzumuz olur alqoritm. Ə, Alqoritm və Python-la davam eləyəcək ancaq 3-cü və 6-cı günlərdə. Birinci başlayırıq danışmağa alqoritmdən. Alqoritmdən. Nədir alqoritm? Birinci buradan başlayaq. Deməli, ə, yadınızda saxlayın ki, alqoritm hər hansısa bir problemi həll etmək üçün yazılan və yaxud icra olunan, yerinə yetirilən əmrlər ardıcıllığıdır. Yəni biz alqoritm dedikdə nə başa düşürük? Problemi həll etmək üçün müəyyən əməliyyatlar icra edirik. Həmin əməliyyatların ardıcıllığı adlandırırıq alqoritm. Ən sadə dildən bunu belə başa düşmək olar. Alqoritm özbək riyaziyyatçısı Əl-Xarəzmin adı ilə bağlıdır və alqoritm, yəni Əl-Xarəzm bəzi riyazi problemlərin həllində ardıcıllıq, yəni əməliyyatlar ardıcıllığı göstərdiyinə görə bu problemlər alqoritm, loqaritm kimi terminlər riyaziyyatda, yəni Əl-Xarəzmin adına bağlanır. İndi biz dedik ki, alqoritm problemi həll etmək üçün əmrlər ardıcıllığıdır. Amma hər ardıcıl əmr, hər ardıcıl yerinə yetirilən əməliyyat alqoritm olmur. Siz hansı əməliyyatlar və yaxud hansı əmrlər ardıcıllığın alqoritm adlandıra bilərsiniz? Gəlin bu sualın cavabını axtaraq. Deməli, bunun üçün alqoritm müəyyən xassələri ödəməlidir. İndi gəlin görək, onlar hansı xassələrdir? Mən buradan qeyd edirəm alqoritmin xassələri. Xassələr. İndi baxın, alqoritmin xassələri arasında birincisinə deyirik müəyyənlik, müəyyənlik. Və yaxud siz testlərdə bunu determinlik olaraq da görə bilərsiniz. Determinlik və ya müəyyənlik. Eyni şeydir. Burada söhbət nədən gedir? Deyir ki, alqoritmin, yəni yazdığınız əməliyyatlar ardıcıllığının, yəni həmin alqoritmin hər bir addımı dəqiq, bir mənalı və müəyyən olmalıdır. Yəni siz alqoritmdə dəqiq, bir mənalı və müəyyən addımlardan istifadə etməlisiniz. Ondan sonra ikinci xassəsi nədir? İkinci xassəsi kütləvilikdir. Kütləvilik. Kütləvilikdə nə deyir sizə? Kütləvilik xassəsində deyir ki, sizin tərtib elədiyiniz problemin həlli üçün yazdığınız əmrlər ardıcıllığı, yəni problemin həlli üçün tərtib elədiyiniz alqoritm eyni qəbildən, eyni sinifə məxsus bütün problemləri həll eləyə bilməlidir. Bu nə deməkdir? Yəni, məsələn, siz kvadrat tənliyi həll etmək üçün alqoritm yazmısınızsa, əmrlər ardıcıllığı yazmısınızsa, o bütün kvadrat tənlikləri həll eləyə bilməlidir. 5-in həll elədi, 3-ün həll eləyə bilmədisə, siz ona alqoritm deyə bilməzsiniz. Çünki onun kütləvilik xassəsi pozulubdur. Ondan sonra üçüncüsü haqqında nə deyir? Üçüncüsü haqqında deyir, üçüncü xassə diskretlikdir. Diskretlik. Diskretlik nə olan şeydir? Diskretlik alqoritmdə hər hansısa bir addımın sonudur. Hər hansısa bir addımın sonu. Deyir ki, alqoritmdə əmrlər bir-birinin ardınca yerinə yetirilməlidir. Mütləq şəkildə bir əmr bitdikdən sonra növbəti əmrə keçmək olar. Yəni, siz arada hər hansısa bir prosesin üstündən keçə bilməzsiniz. Mütləq hər bir addımın yerinə yetirib sonra növbəti mərhələyə keçməlisiniz. Məsələn, tutaq ki, belə bir sual verir. Deyir ki, sürücü avtomobilinə əyləşdi.
avtomobilini işə saldı və hərəkətə başladı. Sürücü alqoritmin hansı xassəsini pozdu? Deyəsiniz ki, diskretlik xassəsini. Niyə? Avtomobilə əyləşəndən sonra mütləq şəkildə sürücü qoruyucu kəmərin bağlamalı idi. Daha sonra avtomobilini işə salıb hərəkətə başlamalı idi. Yəni sürücü burada bir prosesin üstündən keçib. Və yaxud məsələn deyir ki, ana evdə xörək hazırlayarkən ə, belə deyək də, ədviyyatlardan birini yeməyə qatmağa unutdu. Ə, ana alqoritmin hansı xassəsini pozub? Ardıcıllıqda bir əməliyyatı icra eləməyibdir. Bir əməliyyatı icra eləmədən digər əməliyyatlara keçib, digər əməliyyatlar icra eləyib. Deməli, diskretlik xassəsi pozulmalıdır. Diskretlik xassəsi pozulub orada. Diskretlik xassəsi dediyim kimi alqoritmdə hər hansısa bir addımın sonudur. Ondan sonra gəlir dördüncüsü. Dördüncüsü isə nəticəvilikdir. Bunu diskretliklə qarışdırmırsınız. Nəticəvilik nə deməkdir? Nəticəvilik alqoritmin sonu deməkdir. Alqoritmin sonu. Bu nə deməkdir? Yəni, deyir ki, sonlu sayda addımlardan sonra, baxın, alqoritm sonsuz davam eləyə bilməz. Mütləq alqoritmdə nə olmalıdır? Bir son olmalıdır. Deyir ki, sonlu sayda addımlardan ibarət olmalıdır və sonlu sayda addımlardan sonra mütləq nəticə alınmalıdır. Bir də təkrarlayıram, deyir ki, sonlu sayda addımlardan sonra mütləq nəticə olmalıdır. Yəni, hər bir alqoritmin mütləq bir sonu olmalıdır və sonda mütləq nəticə alınmalıdır. Bu xassələri ödəyən əmrlər ardıcıllığına siz alqoritm deyə bilərsiniz. Bu olur alqoritmin xassələri. Ondan sonra var alqoritmin təsvir üsulları. Buradan da qeyd edirəm, təsvir üsulları. Təsvir üsulları nə deməkdir? Deməli, biz alqoritmləri nə cür təsvir eləyə bilərik? Deməli, birinci buna deyirlər nəqli təsvir. Nəqli təsvir. Nəqli təsvir nə deməkdir? Yəni, sözlə təsvirdir bu. Yəni, siz alqoritmi sözlə təsvir eləyirsiniz. Bu nədir? Bu, ən sadə təsvir üsuludur. Ən sadə təsvir üsulu. Yəni, bəzi problemlər var ki, onları siz ancaq həll ardıcıllığı, yəni sözlərlə yetinirsiniz təsvir eləməyə. Yəni, burada hər hansısa bir proqram yazmağa, blok sxem çəkməyə gərək qalmır. Buna deyirlər nəqli təsvir. Məsələn, fərz eləyək ki, sizdən soruşurlar ki, çayın dəmlənməsi alqoritmi necədir? Çayın dəmlənməsi. Siz çayın dəmlənməsi üçün proqram yazası deyilsiniz, blok sxem qurası deyilsiniz. Bunu siz sözlərinizlə sadə şəkildə və yaxud kimsə sizdən sizin gündəlik iş rejiminizi soruşur ki, yəni siz gün ərzində nə işlə məşğulsunuz? Yəni bizim gün ərzində hərəkətlərimizin ardıcıllığı da bir alqoritmdir də. Məsələn, siz burada durub proqram yazası deyilsiniz ki, gözlə bir dənə proqram yazım deyirəm sənə proqramla. Siz nə edəsiniz? Başlayıb sözlə təsvir eləyəsiniz, nəqli təsvir eləyəsiniz. Bu, ən sadə təsvir üsuludur. Ondan sonra gəldik ikincisi. İkincisi, təsvir üsullarının arasında nə var? Təsvir üsullarının arasında var blok sxemlərlə təsvir. Blok sxemlərlə təsvir. Buna nə deyirik? Buna deyirik ən əyani təsvir üsulu. Ən əyani təsvir üsulu. Deyir ki, blok sxemlərlə təsvir problemin aydın həllini görməyə şərait yaradır. Deməli, blok sxemlərlə təsvir üçün də siz gərək blok sxemləri biləsiniz ki, hansı bloklardan biz istifadə edirik. Bizim istifadə elədiyimiz blok sxemlər bunlardır. İndi blok sxemləri buradan qeyd edirik. Belə ovaldan istifadə edirik. Oval bilirik ki, nədir? Başlanğıcdır. Başlanğıc. Və bir də sondur. Başlanğıc və sonu ifadə edir oval. Ondan sonra biz verilənləri daxil etmək üçün və xaric etmək üçün
paraleloqramdan istifadə eləyirik. Paraleloqram daxil etmə və xaric etmə bloku olur. Daxil etmə və xaric etmə bloku. Ondan sonra hesab əməliyyatların düzbucaqlıların içərisində aparırıq. Düzbucaqlı bizdə buna hesab bloku, hesab və yaxud proses bloku deyə bilərik. Hesab ya da proses bloku. Ondan sonra bizim bəzi əməliyyatlarımızda, problemlərin həllində şərtlərdən istifadə edirik. Problemin həlli şərtdən asılı olaraq dəyişir. O zaman həmin problemlərdə biz şərt bloku və yaxud məntiqi blokdan istifadə eləyəsinik. Şərt ya da məntiqi blok romplardan. Bu haçalanır bir hə qolu istiqamətində, bir də yox qolu istiqamətində. Şərt blokundan sonra biz bir də blok sxemlərdə istifadə eləyəsinik. Düzdür, dimdə bunu verməyiblər, amma biz alqoritmi keçəndə sizlə daha rahat həll üçün istifadə eləyirdik. 6 bucaqlı blokdan. 6 bucaqlı bloklarımız da bizdə nə idi? Dövr blokları idi. Modifikasiyalı və yaxud sayğaclı dövr deyirdik də biz buna. Bir də 6 bucaqlardan istifadə eləyəsinik. Bu da bizdə olasıdır dövr bloku. İndi blok sxemlərlə bağlı birazdan da ətraflı danışasıyam ki, biz bu blok sxemləri nə cür istifadə eləyirik. İndi gəldik, baxdıq. İkinci təsvir üsulumuz oldu blok sxemlərlə təsvir. Sonra gəlirik, üçüncü təsvir üsulundan danışırıq. Üçüncü təsvir üsulu proqramla təsvirdir. Proqramla. Yəni biz hər hansısa bir problemin həllini proqramlaşdıra bilərik. Və bir də bəzi nəzəriyyələrdə görə bilərsiniz, dördüncüsü psevdo kodlarla təsvir. Testlərdə falan, müəllif testlərində adətən bu psevdo kodlarla təsvir verirlər. Bu psevdo kodlar da kiçildilmiş kodlar deməkdir. Biz də gündəlik həyatımızda psevdo kodlardan istifadə eləyirik. Məsələn, mesajlaşanda eləyəndə qarşı tərəfə salam yerinə sılımı yazırıq. Sılımı normalda mənasız bir ifadədir, amma qarşı tərəf sizin nə demək istədiyinizi başa düşür. Və yaxud təşəkkür yazmırsınız, təşəkkür yazırsınız, qarşı tərəf sizin nə demək istədiyinizi başa düşür. Bunlar psevdo kodlardır. Yəni, gündəlik həyatda da istifadə eləyir insanlar bunları və alqoritmində təsvir eləyəndə bu cür qısaltmalardan istifadə olunur. Bunlar da olur alqoritmin təsvir üsulları. İndi bu oldu təsvir üsulları. İndi gəlib nədən danışırıq? İndi gəlib danışasıyıq. Alqoritmin növlərindən. Alqoritmin növlərində nələr var? Başlayaq. İndi növlərdən danışaq. Xassələrdən danışdıq, təsvir üsullarından danışdıq. İndi gəlib deyirik alqoritmin növləri. Alqoritmin növləri. Alqoritmin 3 əsas növü var. Birincisi nədir? Birincisi biz danışırıq xətti alqoritmdən. Xətti alqoritm. Xətti alqoritmdə bizə nə deyir? Deyir ki, bu xətti alqoritm hər hansısa bir şərtdən asılı olmadan bir düz xətt üzrə davam eləyən əməliyyatlar ardıcıllığıdır, əmrlər ardıcıllığıdır. Yəni, xətti alqoritmdə hər hansısa bir şaxələnmə, haçalanma, bunların hər hansısa biri olası deyil. Xətti alqoritm bir düz xətt üzrə davam eləyən əməliyyatlar ardıcıllığı olasıdır. Məsələn, biz xətti alqoritmdə misal üçün blok sxem qursaq, xətti alqoritmdə blok sxemi nətər qurmuş oluruq? Tutaq ki, bizdən istəyir ki, düzbucaqlı üçbucağın, məsələn, problem belədir. Düzbucaqlı üçbucağın sahəsini hesablayan
hesablayan, hesablayan. Məsələn, blok sxem fraqmentini qurun. Blok sxem fraqmentini qurun. Blok sxem fraqmentini qur. Deməli, gəlin baxaq. Nədir məsələmiz? Biz düzbucaqlı, üçbucaqla bağlı bilirik ki, düzbucaqlı, üçbucaq budursa, düzbucaqlı üçbucağın bu A ilə B katetləridir, C-də hipotenuzudur. Düzbucaqlı üçbucaq bir düzbucağın yarısıdır deyə biz bunun sahəsini hesablayanda elə bu katetlərin vururuq bir-birinə, bölürük 2-yə. Deməli, mən onda blok sxem quranda əvvəlcə başlamalıyam başlanğıcla. Başlanğıcdan sonra mən nə etməliyəm? Verilənləri daxil eləməliyəm. Hesablamada mənə lazım olanlar. Hesablamada mənə lazım olanlar AB katetləridir. Deməli, mən gəlirəm, bir dənə daxil etmə bloku çəkirəm. Daxil etmə blokunun içərisində qeyd eləyirəm AB. Və daha sonra katetləri daxil eləyəndən sonra artıq mən katetləri bir-birinə vurub 2-yə bölməliyəm. Bu da hesab blokunun içərisində olmalıdır. S bərabərdir. A vurulsun B bölünsün 2. İndi gəldik, baxdıq. Daha sonra gəlib nə etməliyəm? Nəticəni çıxışa verməliyəm. Çıxış üçün yenə paraleloqramdan istifadə eləyirəm. Daxil etmə, xaric etmək deyə nəticəni xaric eləyirəm. Və sonra gəlib prosesi sonlandırıram. Baxın, burada gördüyünüz proses bir düz xətt üzrə davam edən prosesdir. Və bu cür alqoritmlər, xətti alqoritmlər adlanır. İndi mən xətti alqoritmlə bağlı qarşınıza çıxa biləcək suallar hansılardır? Onlardan danışasıyam. Deməli, elə dimdən baxıram. Xətti alqoritmlə bağlı bir dənə ekranı paylaşım ki, görəsiniz. Deməli, gəlirəm alqoritmə. Deməli, xətti alqoritmlə bağlı qarşınıza çıxa biləcək suallar, baxın, bu tipdə olan suallardır. Bircə dəqiqə. Qaydaq başdan baxın. Burada əvvəllərdə biraz nəzəri suallar var. Deməli, misal üçün, 23 tipində sual. Məsələn, bu sual xətti alqoritmdir. Bizə deyir ki, alqoritmin nəticəsini müəyyən edin. Y bərabərdir 5. Burada gəlib nə edəcəksiniz? Y bərabərdir Y plus 1. Yəni, Y-in növbəti qiyməti olacaq 5 üstə gələk 1. Bu eləyəcək 6. Yadınızda saxlayın, dəyişən hər dəfə yeni qiymət alanda köhnə qiyməti unudasınız. Sonra Y bərabərdir Y plus 7. Y-in yeni qiyməti 6-dır deyə 6-nın üstünə 7 gələsiniz. Bu dəfə Y alasınız 13. Dəyişən yeni qiymət aldı, köhnə qiyməti unudasınız. Y bərabərdir Y minus 3. Bu da 13 çıxılsın 3. Bu da sizə verəcək 10. Yeni qiymət aldı, köhnəni unudursunuz. Y bərabərdir Y vurulsun 4. Gəlirsiniz buradan da Y-in sonuncu qiyməti, onu da vurasınız 4-ə, bu da sizə verəcək 40. Burada cavabımız olacaq D variantı. Sonra gəlib baxırıq, məsələn, növbəti suala, görə növbəti suallarda bizə xətti alqoritmlə bağlı nələr veribdir. Məsələn, gələk baxaq buradan, bu bizim 23-cü sualımız idi. Sonra, məsələn, xətti alqoritmlə bağlı nümunə demək olar. Məsəl üçün, 43-cü suala baxaq. 43-cü sualda görək bizə nə deyir? 39-cu suala. Verilmiş alqoritmin yerinə yetirilməsi nəticəsində B dəyişəni 39 qiymət almışdır. B dəyişəninin ilkin qiymətini müəyyən edir. Məsələn, bu xətti alqoritmdir. Məsələn, bu tipli suallarda biz nətər həll edirdik? Gəlin yadımıza salaq. Yerinə yetirilməsi nəticəsində B dəyişəni 39 qiymət almışdır. Yəni, gəlirsiniz burada,
Bunu bərabər edirsiniz 39-a. Nəticə deyir axı. Nəticə deyirsə sonda. İndi gəldik, baxdıq. Biz bunu necə həll eləyə bilərik? Biz gəlirik buradan. Hər dəfə alqoritm, məsələn, bu A dəyişəni yoxdur. Siz A dəyişəninin qiymətin B plus 3-dür. Gətirib, bax, bunun qiymətini burada yerinə yazırsınız. Məsələn, buradakı B-ni gətirib burada yerinə yazarsınız. A-nı gətirib burada yerinə yazarsınız. Və sonra burada aldığınız qiymətləri də gətirib burada yerinə yazarsınız. İndi biz gəlib bunu mərhələli həll eləyək. Tutaq ki, ya yuxarıdan aşağıya dəyişənləri yerinə qoya-qoya gəlməlisiniz və bir nəticə almalısınız. Ya da hər dəfə aşağıdakı əməliyyatı yerinə qoyub bir dənə yuxarıya qalxmalısınız. Məsələn, mən bu A-nı gətirib burada yerinə yazsam, bu mənə bir şey verməyəcək. Ona görə mən elə ən yaxşısı yuxarıdan aşağıya gəlirəm. A-nın qiyməti B plus 3-dür. Onda B-nin qiyməti bizə A plus 8 veribsə, mən gəlirəm burada A-nın yerinə. Bax, həmin o B plus 3-ü yaza bilərəm. B plus 3 üstə gələk 8 deyə bilərəm. Baxın, bu A-nın yerinə B plus 3 yazdım. B-nin qiyməti bərabər oldu. B üstə gələk 11-ə. İndi gəldik, təzədən A-nı hesablayırıq. A-nı hesablayanda 16 üstə gələk B. B-nin yerinə nə qoyacam? B-nin yerinə B plus 11 qoya bilərəm. Çünki B-yə B plus 11 almışam. B üstə gələk 11. A-nın yerinə nə qoyaram? A-nın da əvvəlki qiyməti bir baba budur. B plus 3-dür də. A-nın da əvvəlki qiyməti B plus 3 idi. Çünki A hələ dəyişməyibdir prosesdə. A indi dəyişir. Ona görə də gətirib bura B plus 3 yazasıyam. Çıxılsın. B üstə gələk 3 yazdım. Və bunu da gəlib sadələşdirsəm, A-nın qiyməti nəyə bərabər olacaq? Buradan B-lərimizi ixtisar aparsaq, 16, 11, Yəni çıxılsın 27, olanda orada çıxılsın 3 olmalıdır axı. çıxılsın 3 olmalıdır, düzdür. Aha. Deməli, buradan nə aldıq? 16, 11, 27, 27-dən də 3 çıxsaq, 27-dən də 3 çıxsaq, 24 alarıq da, düzdürmü? Burada aldıq 24. İndi Yəni, biz gətirib aşağıda A-nın yerinə 24 qoysaq, A-nın yerinə 24 qoysaq, B plus 24 bərabərdir 39 alırıqsa, B-nin qiyməti nəyə bərabər olar? B-nin qiyməti bərabər olar 39-dan 24-ün çıxarıq 15-ə. İndi burada aldığımız 15 hansı B-nin qiymətidir? Burada aldığımız 15, baxın, bu B-nin qiymətidir. Baba, buradakı B-nin. Amma məndən B dəyişəninin ilkin qiymətini, baba, buradakı B-nin qiymətini istəyir. İndi əgər buradakı B ana 15-dirsə, tapara sonra. onda A-nın qiyməti 7-dir. A-nın qiyməti 7-dirsə, onda buradakı B-nin qiyməti nə olacaq? 4 olmalıdır ki, 3 ilə 4-ü toplayım ki, 7 alım. Ona görə də 39-cu sualımın cavabı C variantı olar. İndi gəldik, baxdıq. Bu oldu bizdə 39-cu sualın izahı. Sonra tutaq ki, gələk baxaq, xətti alqoritmlərlə bağlı başqa hansı tiplərdə suallar var. Məsələn, 52-ci sualın özü xətti alqoritmdir. Xətti alqoritmlə bağlı suallar elə də çox deyil topluda. İmtahana da xətti alqoritmlə bağlı elə düşsə-düşsə bu tipli suallar düşəcək. Amma ağırlıq olaraq xətti alqoritm imtahanda demək olar ki, o qədər də çox istifadə olunmur. X bərabərdir 2, Y bərabərdir 4 olarsa, alqoritmin icrası nəticəsində Y qiyməti neçə olar? Bu bir yer dəyişmə alqoritmidir. A-nın qiyməti X-dirsə gəlib deyirsiniz ki, A bərabərdir 2-yə. Sonra X-in qiyməti Y-ə bərabərdir. X bərabərdir 4-ə. Y-in də qiyməti A-ya bərabərdir. Y-in də qiyməti bərabərdir 2-yə. Deməli, yer dəyişmə alqoritmi idi. İcra nəticəsində Y-in qiyməti nəyə bərabər oldu? 2-yə bərabər oldu. Sonra gəlib baxsaq. Harada nəyə başa düşməsəz, izah elədiklərimizdən təkrarən soruşun ki, yenidən bir də izah eləyək. Burada əvvəllərdə yoxdur. Bir dənə burada xətti alqoritm tipində 58-ci sual var. İcra nəticəsində Y dəyişənin 49 qiymətini almışdır.
Gəlirsiniz sonda bunu bərabər edirsiniz 49-a. Sonra yenə yuxarını aşağıda qoymaqla. Məsələn, gəlirsiniz bu x-in qiyməti aşağıda yerinə yaza bilərsiniz. Yaza bilərsiniz y üstəgələk 15 üstəgələk y üstəgələk 4 bərabərdir 49-a. Buradan 2y üstəgələk 19 bərabərdirsə 49-a. Gəlib deyirsiniz ki, 2y bərabərdir 20-yə və y bərabərdir 10-a. Sizdən Yəni x 49-dan həllin 19 çıxanda 30 qalır. 30-a, bəli, bəli, bəli. Səhər-səhərdə ola bilər. Hələ ki, tam beyin işə düşməyibdir, səhvlər eləyə bilərəm. Y-də bərabərdir 15-ə. Deməli, y 15-dirsə, siz bu y-i gətirib burada yerinə qoyasınız. 15, nədən 9 çıxsaq 15 qalar. 15 ilə də gəlib 9-u toplayasınız. Bu ikisinin də qiyməti sizə verəcək 24. 24. Bu da bu şəkildə olasıdır. Sonra gəlib baxdıq nəyə? Demiş bir sorsam olar. Təbii ki. İnformatikadan dəyişiklik elədilər. Bu təsir göstərəcək onun çətinlik səviyyəsinə. Asan. Düşünmürəm çətinlik səviyyəsinə təsir göstərsin. Yaxşı müəllim. Deməli belə. Yenə burada da xətti alqoritm tipində sualları gördünüz. İndi gələk danışaq nələrdən? İndi gələk danışaq xətti alqoritmimiz bitdi. Gəlib danışırıq ikinci növlərdən. İkinci növ nədir? İkinci növ budaqlanan alqoritmdir. Budaqlanan alqoritm. Alqoritm. Budaqlanan alqoritm nədir? Burada o belə deyək də, suallar qarşımıza çıxanda problemin həllində şərtin rolu varsa, problemin həllində şərtdən asılılıq varsa, onda siz istifadə eləyəsiniz budaqlanan alqoritmdən. Budaqlanan alqoritmdən istifadə eləyəsiniz. Şərtdən asılılıq görürsünüz. Məsələn, hansı problemlərdə şərtdən asılılıq görəsiniz? Gələk indi Kvadrat həlli əlləndə danışaq. məsələn. Aha, məsələn, bəli. Tutaq ki, problemlərdən danışaq. Tutaq ki, ax kvadratı plus bx plus c bərabərdir 0. Burada siz diskriminantın sıfırla müqayisəsinin şərti kimi qoyursunuz. Deyirsiniz ki, böyük bərabər sıfırdırsa kökü var, c sıfırdırsa kökü yoxdur. Və yaxud kök altında n-ci dərəcədən x, kök altında n-ci dərəcədən x. Məsələn, siz gəlib deyirsiniz ki, n cütdürsə, gəlib deyirsiniz ki, x böyük bərabər olmalıdır sıfırdan. Kökün altı, yəni mənfi ola bilməz. Və yaxud kəsr rasional ifadələrdə, məsələn, 1 bölünsün x. 1 bölünsün x-də gəlib nə deyirsiniz? Deyirsiniz ki, Sıfırdan fərqli məxrəc sıfırdan fərqli olmalıdır. Yəni, bu tipli problemlərin hər biri budaqlanan alqoritm vasitəsilə icra olunur. Budaqlanan alqoritm vasitəsilə həll olunur. İndi gələk baxaq. Budaqlanan alqoritm ümumilikdə budaqlanan alqoritm bölünür iki yerə. Budaqlanmada nə var? Budaqlanmada bir var tam budaqlanma. Bir də var natamam budaqlanma. Natamam budaqlanma. Deməli, budaqlanmada şərt bloku mütləq olmalıdır. Şərt bloku mütləq olmalıdır. Şərt bloku mütləq olmalıdır. İndi tamla natamamı nə tər fərqləndirirsiniz? Deyir ki, tutaq ki, siz bir şərt bloku çəkmişsiniz. Əgər şərt blokunuzun
hər iki qolunda düzbucaqlı, yəni hesab bloku varsa, həm hə qolunda, həm də yox qolunda hesab bloku varsa, bu olur tam budaqlanma. Baxın, elə tamın qarşısından çəkdim. Deyir ki, əgər şərt blokunun yalnızca bir istiqamətində, məsələn, ya hə, ya da yox, fərqi yoxdur. Yalnızca bir istiqamətdə hesab bloku varsa, onda bu olasıdır natamam budaqlanma. Tam budaqlanma ilə natamam budaqlanmanı bildik. İndi budaqlanma ilə bağlı qarşınıza necə suallar çıxa bilər? Gələ indi ondan danışaq. Deməli, budaqlanma ilə bağlı məsəl üçün bir neçə nümunə deyək və blok sxemlərini quraq, ondan sonra keçək topluda nümunələrə baxaq. Məsələn, fərz eləyək ki, bizə bir problem verilibdir. Məsələn, verilib ki, S bərabərdir. Məsələn, A kvadratı üstə gələk B, A böyükdür B şərtində. Məsələn, A kvadratı çıxılsın B, A kiçikdir B şərtində və bir də A vurulsun B, A bərabərdir B şərtində. Məsələn, bu tipli problemlər qarşınıza çıxacaq testlərdə də. Bu tipli problemlər budaqlanan alqoritmdən həll olunan problemlərdir. Məsələn, biz gəlin görək, biz bunu blok sxem fraqmenti olaraq necə blok sxem fraqmentini verə bilərik. Blok sxem fraqmenti olaraq biz yenə də əvvəlcə başlayasıyıq başlanğıcla. Başlanğıcdan sonra biz verilənlərimizi daxil eləməliyik. Bizim verilənlərimiz A və B-dir. A-nı da, B-ni də daxil elədik. A-nı, B-ni daxil eləyəndən sonra indi mən əməliyyat verə bilmirəm. Gərək əvvəlcə şərtləri yoxlayım. Məsələn, tutaq ki, mən gəlirəm birinci, hər hansısa bir şərti burada yoxlayıram. Məsələn, A böyükdür B şərtini yoxladım burada. A böyükdür B şərtini yoxladığım zaman hə qolunda mən A böyükdür B şərtində yerinə yetirilən əməliyyatı yazmalıyam. Yazıram buradan S bərabərdir A kvadratı üstə gələk B. İndi gəlin baxaq. Bu A böyükdür B şərtində idi. İndi A böyükdür B şərti ödənməsə, gəlməliyim yox qoluna. İndi yox qolunda əməliyyat yaza bilmərəm, çünki hələ yerdə 2 dənə şərt var. Təzədən bir də bura istəyir ki, mən bura bir dənə şərt bloku qoyum. Bu şərt blokunda da gəlib digər bir bərabər şərti yoxlayıram. Bu da A bərabərdir B şərtidir. A bərabərdir B şərti ödənərsə, təzədəndən hə qolunda yerinə yetirilən əməliyyatım nə olasıdır? S bərabərdir A-nın kvadratı çıxılsın B. Bax ki, bu şərtimiz də getdi. Ondan sonra gəlib baxıram yox qoluna. Yox qolunda böyükdür B ödəmirsə, bərabərdir B ödəmirsə, deməli burada ancaq nə ödəməlidir? Kiçikdir B ödəməlidir. Çünki başqa variant qalmayıbdır. Gəlib burada da yox qolunda S bərabərdir A vurulsun B deməliyəm. A vurulsun B Yəni, tam deməliyəm. budaqlanmadır. Bəli. İndi gəldik. Sonra da gəlirəm bu proseslərin hamısını deməli sonlandırıram. Çıxışa S-in qiymətini verirəm. Çıxışa S-in qiymətini verirəm. S-in qiymətini verdikdən sonra gəlirəm burada da son blokumu çəkirəm. Baxın, burada gördüyünüz blok sxem fraqmenti budaqlanan blok sxemdir və burada tam budaqlanma var. İndi gəldik, baxdıq. Bununla bağlı testlərdə suallar qarşınıza çıxacaq. Məsələn, hansı tipli suallar? Neçə dəfə şərt blokundan istifadə olunar? Neçə dəfə şərt blokundan istifadə olunar tipli suallar? Məsələn, bu suallarda siz necə cavab verəsiniz? O dəqiqə siz baxmalısınız şərtinizə. Məsələn, tutaq ki, mən Dəyişənin bütün sualı mümkün qiymətlərində olanda şərt sayacaq 1. Məsələn, buradan gəldim. Birinci nümunə. Tutaq ki, deyirəm ki, S bərabərdir. X kubu üstə gələk 3. X kubu üstə gələk 3. Hansı şərt daxilində? X
böyük bərabər 0 şərti daxilində. Sonra gəlib deyirəm ki, x kvadratı çıxılsın 1. Hansı şərt daxilində? X kiçikdir 0 şərt daxilində. Deyirəm ki, bu sualda şərt blokundan neçə dəfə istifadə olunar? Neçə dəfə istifadə olunar. Məsələn, bu suala baxanda siz gəlib deyəsiniz ki, baxın, x-in bütün qiymətləri üçün əməliyyat var. Böyük bərabər 0 halı üçün əməliyyat var, kiçikdir 0 halı üçün əməliyyat var. Yəni, x-in elə bir qiyməti olmayacaq ki, onun üçün əməliyyat olmasın. Təbii ki, söhbət həqiqi ədədlər qismində gedir də. İndi biz buradan nə deyirik? Deyirik ki, əgər, indi mən bu sual üçün deyirəm də, dəyişənin, söhbət, bunu biraz dəqiqləşdirək. Söhbət hansı dəyişəndən gedir? Şərtdə istifadə olunan. Əgər şərtdəki dəyişənin bütün qiymətləri üçün əməliyyat nəzərdə tutulubsa, əməliyyat varsa, gəlib deyəsiniz, şərt bloku bərabərdir, şərt sayı çıxılsın 1. Bu nə deməkdir? Məsələn, burada qeyd elədiyimiz problemdə hansı ki, belə deyək də, x böyükdür 0 və x böyük bərabər 0 və x kiçikdir 0. Dediyim kimi, burada x-in bütün qiymətləri üçün əməliyyat nəzərə alınıbdır. X-in bütün qiymətləri üçün böyük bərabər 0 və kiçikdir 0 hallar üçün əməliyyatımız var. Deməli, onda biz gəlib nə deyəsiyik? Deyəsiyik ki, burada 2 dənə şərt var və x-in bütün qiymətləri üçün əməliyyat var. Onda gəlib deyəsiyik ki, şərt bloku bərabərdir, 2 dənə şərt çıxılsın 1. Burada şərt blokundan bir dəfə istifadə olunacaq. İstəsəz biz bunu çəkib də baxa bilərik. Gəlib çəkib baxaq. Məsələn, bu niyə öz-özünə gedir aşağıya? Məsələn, gələk baxaq. Biz bunu blok sxemin qurası olsaq, bunun blok sxemi olacaq belə. Başlanğıcdan sonra biz gəlib x-i daxil eləməliyik. X-i daxil elədikdən sonra gəlib şərt blokunu qoymalıyıq və şərt blokunda şərtimizi yazmalıyıq. X böyük bərabər 0 və yaxud kiçikdir 0. X kiçikdir 0 yazdım. X kiçikdir 0 yazmışamsa, onda hər qolunda gəlib S-i hesablayıram. S bərabərdir. X kvadratı çıxılsın 1. İndi gəldik, baxdıq. Artıq yox qolunda kiçikdir 0 ödənmirsə, yerdə hansı şərt qalır? Ya böyükdür 0 ya da bərabərdir 0 və o şərti də bizə elə bir dəfiyə veribdir, böyük bərabər 0 olaraq. Ona görə də burada da gəlib deyəsiniz ki, S bərabərdir x kubu üstəgələk 3 və neyniyəsiniz? Bunu yekunlaşdırırsınız, gəlirsiniz S-i çıxışa verirsiniz. S-i çıxışa verdikdən sonra gəlirsiniz blok sxeminizi yekunlaşdırırsınız, sonlandırırsınız. İndi gəldik, baxdıq. Tutaq ki, eyni problemi bizə belə versəydi. Tutaq ki, belə veribdir. S bərabərdir x kubu üstəgələk 3 hansı şərt daxilində? X böyükdür 0 şərti daxilində və bir də x kvadratı minus 1. Burada da x kiçikdir 0 şərti daxilində. Yenə bizə eyni sualı verir. Deyir ki, şərt blokundan neçə dəfə istifadə olunar? Şərt blokundan
neçə dəfə, neçə dəfə, neçə dəfə istifadə olunar. İndi gəlib nə deyəsiniz? Deyəsiniz ki, dəyişənin bütün qiymətləri üçün əməliyyat yoxdursa, hansı ki, məsələn, burada böyük sıfır hal üçün əməliyyat var, kiçik sıfır hal üçün əməliyyat var. Bəs x sıfıra bərabər olsa, deməli, burada da görünür ki, dəyişənin bütün qiymətləri üçün, dəyişənin bütün qiymətləri üçün əməliyyat yoxdursa, gəlib nə deyəsiniz? Deyəsiniz ki, şərt bloku bərabərdir şərt sayı. Yəni, bizim problemimizdə x bərabərdir 0 üçün bir əməliyyat nəzərdə tutulmayıbdır. Deməli, 2 dənə şərt varsa, biz bu problemdə 2 şərt blokundan istifadə eləyəsiyik. İndi gəlin, biz bunun necə blok sxemin qurarıq? Gəlin, ona nəzər yetirək. Deməli, bunun da blok sxemin qurasınız belə. Yenə gəlib verəsiniz başlanğıc. Yenə x-inizi daxil eləyəsiniz. İndi şərt qoyasınız. X böyükdür 0. Tutaq ki. Gələsiniz hə qolunda. Hə qolunda deyəsiniz ki, s bərabərdir x kubu üstəgələk 3. Hə qolunda əməliyyatınızı yazdınız. İndi gəlirsiniz yox qoluna. Yox qoluna gətirib x kvadrat çıxaq 1 yaza bilməzsiniz. Niyə? Çünki burada x bərabər 0 hal üçün əməliyyat nəzərdə alınmayıbdır. Ona görə təzədən bir də şərt bloku qoyursunuz. Şərt blokunda x kiçikdir 0 şərtin yoxluyursunuz. Burada məsələn natamam budaqlanma olasıdır. Hə qolunda gəlib s-inizi hesablayasınız. S bərabərdir x kvadratı çıx 1 deyəsiniz. Yox Və qolunda heç bir təşkil yox olmayacaq. qolunda da, bəli, yox qolunda boş saxlayasınız. Çünki böyük sıfır ödəmir, kiçik sıfır ödəmirsə bərabər sıfırdır. Bərabər sıfır üçün də əməliyyat yoxdur. Deməli və gələsiniz, nə edəsiniz? Baxın, bu şəkildə siz S-in qiymətini çıxışa verəsiniz. S-in qiymətini çıxışa verəndə də prosesi gəlib yekunlaşdırasınız. Bu da olur bizdə budaqlanan alqoritmlə bağlı olan suallar. Bununla bağlı topluda suallarımız var. Bir dənə deyin görüm, yatıb eləyən yoxdur ki aranızda. Eşidirsiniz məni? Arada bir səsiniz gəlsin. Kiməsə qaranlıq Bəli. falan nəsə yoxdur ki? Bir. Deməli belə. Baxaq görək, yoxdur, əla. Davam eləyirik. İndi misal üçün gəlin budaqlanan alqoritmlə bağlı topluda suallara baxaq. Görək topluda hansı tipli suallar var budaqlanan alqoritmlərlə bağlı. Deməli, məsələn, gəlirik, baxırıq burada topluda yenə də məsələn, budaqlanan alqoritmlə bağlı olan suallarda məsələn, nələr var? Misal üçün, burada gördüyünüz sual 47. Blok sxemə əsasən z dəyişəninin qiymətini müəyyən edin. Bu bir budaqlanan alqoritmdir və burada tam budaqlanma görürsünüz. Bunun həlli yolu rahatdır. Gəlib x-in qiyməti 12-dir, y-in də qiyməti 8-dir. 12 böyükdür 8-dən. Bəli, hə istiqamətində gedəsiniz və z-i hesablayasınız. Y vurulsun 3 bölünsün x. Yəni 8-i vurasınız 3-ə 24 böləsiniz 12-yə eləyəcək 2 z-in çıxışa 2 qiymətini verəsiniz. Sonra misal üçün gəlib baxsaq 50-ci sualda y dəyişəninin qiyməti neçə olar? A-ya 5, B-yə 4 veribdir. Hansı şərt ödənir? A böyükdür, B şərt ödənir. Hansı şərt ödənirsə o əməliyyatı yerinə yetirəsiniz. Deməli, burada y-in qiyməti siz gəlib 5 çıx 4-ü hesablayasınız. Y-in qiyməti 1-ə bərabər olacaq. Budaqlanan alqoritmdir.
və yaxud A4, B4 olarsa fraqmentin nəticəsini tapın. A da 4-dür, B də 4-dür. Deməli, burada A böyükdür B-dən şərt ödənmədiyinə görə, yəni 4 4-dən böyük şərt ödənmədiyinə görə yox qol Yoxa istiqamətə gedirik. gedəsiyik. Bəli, və S-in 4 vur 4 qiyməti hesablanacaq. Nəticə sizə verəcək 16. İndi gəldik, baxdıq. Sonra məsələn bunların özü 53-ün özü budaqlanandır. 55-in özü budaqlanan alqoritmdir. Sonra bir də mənim dediyim sual tipində suallar burada 63-64-də var. 63-64-də nədir? Məsələn, sizdə 63-cü sualda deyir ki, verilmiş y funksiyasının qiymətinin hesablanmasına əsasən alqoritm blok sxemi qurulan zaman ən az neçə şərt blokundan istifadə edilir. O dəqiqə mən gəlib baxıram. X-in 5-dən böyük qiymətləri var. 5-ə bərabər qiymət, 5-dən böyük qiymətlər üçün əməliyyat var. 5-ə bərabər qiyməti üçün də əməliyyat var. Amma 1-ə X-in bərabər yox. 1-dən kiçik qiymətlər üçün əməliyyat var. Bir də 1-dən böyük qiymətlər üçün əməliyyat var. Amma X bərabərdir 1 olduğu hal üçün yazılan bir əməliyyat yoxdur. Deməli, X-in bütün qiymətləri, dəyişənin bütün qiymətləri üçün əməliyyat yoxdur. Onda nə deyirdik? Onda deyirdik ki, şərt bloku bərabərdir. Şərt bloku bərabərdir. Şərtin sayına bütün X-lər nəzərə alınmayıbdır. Deməli, sizdə 3 dənə şərt varsa, neçə şərt blokundan istifadə ediləcək? 3 şərt varsa, 3 dənə də şərt bloku olacaq. Niyə? Çünki X-in bütün qiymətləri üçün əməliyyat nəzərə alınmayıbdır. 64-cü suala baxsaq, məsələn, 64-cü sualda bizə nə deyir? 64-cü sualda bu da mənim əsəblərimi korladı. Aha, 64-cü sualda verilmiş y funksiyasının qiymətinin hesablanması alqoritminin blok sxemi qurulan zaman ən az neçə şərt blokundan istifadə olunur. Məsələn, burada X-in bütün qiymətləri nəzərə alınıb. Ondan böyük qiymətlər var. Ondan kiçik, ona bərabər qiymətlər var. Birdən kiçiklər var, birə bərabərlər var. Yəni, ədəd oxunda birdən kiçik bərabərlər üçün əməliyyat var. Sonra 1 ilə 10 arasında 1-10 qiymətlər üçün əməliyyat var. Və ondan böyüklər üçün də əməliyyat var. Yəni, X-in bütün ədəd oxunda olan qiymətlər üçün əməliyyat var. Deməli, bütün X-lər dəyişənin bütün qiymətləri üçün əməliyyat varsa, onda deyirik ki, şərt bloku bərabərdir. Şərt bloku bərabərdir. Şərtlərin sayı çıxılsın 1. İndi sizdə burada 3 dənə şərt varsa, bütün X-lər üçün də əməliyyat olduğuna görə 3-dən 1 çıxıb, burada da gəlib deyəsiniz 2. Bu da olur sizdə budaqlanan alqoritmə aid olan nümunələr. İndi gəldik, baxdıq 3-cü. Deməli, biz xəttidən danışdıq. Ondan sonra budaqlanandan danışdıq. 3-cü nə gəlir? 3-cü gəlir dövri alqoritmlər. Dövri alqoritmlər. İndi gəldik, baxdıq. Biz dövri alqoritmləri sizlə böləsiyik 3 yerə. Dövri alqoritmləri sizlə böləsiyik 3 yerə. Deməli, bizdə nə var? Bir var şərtli dövr və şərtli dövrün özün 2 yerə bölürük. Əslində, dövri alqoritmlərdə bölünmə belədir. Bu, bilirsiniz nəyə oxşuyur? Deməli, bu oxşuyur. Proqramlaşdırmada da elə biz 2 dövrdən istifadə edirik də, alqoritmdə bölürük, proqramlaşdırmada bölmürük. Deyirik, while dövrü var, for dövrü var. While dövrü şərtlidir, for dövrü sayğacılıdır. Deməli, dövrü alqoritmlərdə bir var şərtli dövr. Bir də var sayğacılı dövr. Dimdə istifadə olunanlar ancaq şərtli dövrdür. Şərtli dövründə özün bölürük 2 yerə. Birinə deyirik ön şərtli dövr. Sonra deyirik son şərtli dövr. Bunları bir-birindən necə fərqləndirəsiniz? Deməli,
ümumilikdə dövr alqoritmlər ön şərtli, son şərtli və bir də sayğaclı və yaxud buna nəzəriyyələrdə müəllif testlərində modifikasiyalı dövr olaraq da rast gələ bilərsiniz. Bunların bir-birindən fərqi nədir? Şərtli dövrdə dövrlərin sayı bəlli deyil. Deməli, bunları bir-birindən fərqi ondadır ki, buradan qarşısından yazıram. Buradan dövr sayı, dövr sayı, dövr sayı. Öncədən məlum deyil. Məlum deyil. Yəni, siz şərtli dövrdə prosesin neçə dəfə dövr eləyəcəyini bilmək üçün siz gərək onu icra eləyəsiniz. İcra eləməsəniz, dövrlərin sayını bilə bilməyəsiniz. Ancaq sayğaclı dövrdə nə deyir? Sayğaclı dövrdə deyir ki, dövrlərin sayı məlumdur. Dövrlərin sayı məlumdur. Yəni, sayğaclı dövrdə prosesin neçə dəfə dövr eləyəcəyini əvvəlcədən bilirsiniz. Elə adi baxanda while-la forun fərqi buradan çıxır da. Yəni, məsələn, while-da da biz while şəkli dövrdür. While-da da dövrlərin sayını bilmirik. Dövrün sayını bilmək üçün gərək icra eləyək. Amma for-da, məsələn, yazır. For i in range 1-dən 7-yə qədər. O dəqiqə siz başa düşürsünüz ki, 1-dən 7-yə qədərdirsə 6 dəfə dövr eləyəcək. Yəni, bunların fərqi buradadır. İndi gəldik, baxdıq. Bunları problemlər üzərində biz bunları necə ayırd eləyə bilərik? Görək, problemlərdə bunlar necə işləyirlər? Gərək onlara baxaq. Deməli, bunları siz ümumiyyətlə blok sistem olaraq necə ayırd eləyəsiniz? Məsələn, birinci danışırıq ön şərtli. Ön şərtlidə blok sistem fraqmenti belədir. Əvvəlcə deyir ki, şərt gəlməlidir. Yəni, adından da görünür, ön şərtli, şərt öndə olsun. Deyir ki, ön şərtlidə şərtdən sonra hesab bloku gəlirsə, əvvəl şərtdən sonra hesab bloku və hesab bloku təzədən hara qayıtmalıdır? Şərtin içinə qayıtmalıdır. Deyir ki, bu şərtdən sonra hesab bloku gəlirsə, bu olur ön şərtli. Ön şərtli. Burada da bax, bu hesab bloku var. Bu hesab blokuna, şərtdən sonra gələn hesab blokuna biz həmişə deyəsik dövrün gövdəsi. Dövrün gövdəsi. Dövrün gövdəsi. Yəni, əvvəl şərt, sonra gövdə gəlirsə, bu olur ön şərtli. İndi bunun əksinə baxaq. Son şərtlidə fraqment, blok sistem fraqmenti nətərdir? Buradan da qeyd edirəm son şərtlini. Son şərtlidə deyir ki, əvvəlcə dövrün gövdəsi. Yəni, əvvəlcə hesab bloku, bu nədir burada? Bu dövrün gövdəsidir. Bu, dövrün gövdəsi. Dövrün gövdəsi. Aha, deyir ki, əvvəlcə dövrün gövdəsi, sonra şərt gəlirsə və bu şərt təzədən dövrün gövdəsinə qayıdırsa, burada şərtə qayıdırıq, burada dövrün gövdəsinə qayıdırıq. Onda gəlib buna da deyirik son şərtli. İndi bir də var sayğaclı. Sayğaclı da nətər olur? Onu da buradan qeyd edirəm. Sayğaclıda biz istifadə eləyəsik 6 bucaqlı blokdan. Deməli, 6 bucaqlı blok olur. 6 bucaqlı blok. Dövrlərin sayı bu 6 bucaqlı blokun içərisinə yazılır. Məsələn, i bərabərdir 1-dən n-ə qədər. Burada addım da verə bilər bizə. Bunu hər hansısa bir əməliyyata, buradan sonra gəlir hər hansısa bir əməliyyat və təzədən bu qayıdır. Hər dəfə əməliyyat təzədən qayıdır dövrün içərisinə. Məsələn, bu da olur bizdə sayğaclı dövrün blok sxemi. Biz sayğaclı dövr toplumumuzda sayğaclı dövrlə bağlı suallar yoxdur. Amma sayğaclı dövr blok sxem qurmaqda, dövrü məsələləri həll eləməkdə bizə lazımlıdır. Çünki yadınıza gəlirsə, biz hələ alqoritmi keçəndə sayğaclı dövrlə blok sistemləri daha rahat qura bilirdik. Çünki orada bir neçə proses, yəni şərtli dövrlə müqayisədə daha az olurdu sizin addım sayınız sayğaclı dövrlərdə. İndi gələk baxaq görək dövrü alqoritmlərlə bağlı hansı suallar qarşımıza çıxa bilər. Gəlin biz elə bunları baxaq.
dimin üzərində. Bir dəqiqə davam eləyirəm. Hə, deməli belə. Davam eləyirik. Dövrü alqoritmlərlə bağlı olan suallara baxırıq. Görək dövrü alqoritmlərdə bizdə hansı tipli suallar var. Məsələn, tutaq ki, gələk baxaq burada. Elə demək olar ki, sualların böyük bir əksəriyyəti topluda dövrü alqoritmlər tipindədir. Məsələn, tutaq ki, suallara baxsaq, 24-cü suala baxaq. Tipik alqoritmlərdir. Deyir ki, blok sistemində təsvir olunmuş alqoritm nəyi icra edir? Baxın, siz burada görürsünüz bir dənə ön şərtli, son şərtli dövrü. Nəyə görə? Çünki şərt bloku, dövrün gövdəsi sonra şərt bloku gəlibdir. Deməli, dövrün gövdəsindən sonra şərt bloku gəldiyinə görə bu son şərtlidir. Burada siz bir dənə son şərtli dövr görürsünüz. Deməli, bir n qiyməti daxil olunur. Bunun da nəyi icra elədiyin baxan kimi bilmirsinizsə, o dəqiqə gəlib nə etməlisiniz? O dəqiqə gəlib n-ə bir qiymət verməlisiniz. Yəni, tutaq ki, siz bilmirsiniz ki, bu nəyi icra eləyir. Yəni, baxanda bilmirsinizsə, dəyişənə özünüz qiymət verin. Onsuz da bu daxil etməli. Kiçik qiymətlər verin ki, prosesiniz tez yekunlaşsın. Məsələn, siz n-ə 3 daxil elədiniz. İmtahan sözü bu çıxış blokudur da, xaric etmədir. Bu blokdan keçəndə imtahan sözü bir dəfə çıxışa gedir. Sonra gəlir A dəyişəni 0 idi. A dəyişəninin qiymətini 1 artırır. A dəyişəninin qiyməti olur 1. 1 3-dən kiçik bərabərdir. Hə deyirsiniz, təzədən qayıdırsınız bura. Bu imtahan sözünün bu blokun içərisindən keçəndə imtahan sözü ikinci dəfə çap olunacaq. Sonra A-nı 1 artırasınız, A-nın qiyməti olacaq 2. 2 3-dən kiçik bərabər olduğuna görə yenə hə istiqamətində gedəsiniz. Gəlib bu blokdan hərəkət eləyəndə imtahan sözü 3-cü dəfə çıxışa gedəcək. A-nı 1 artırasınız, A-nın qiyməti olacaq 3. 3 kiçikdir bərabərdir. 3 şərti ödəndiyinə görə yenə hə istiqamətində gedəsiniz. İmtahan sözü burada 4-cü dəfə çıxışa gedəcək və A-nı 1 artıranda A-nın qiyməti olacaq 4. Artıq 4 kiçikdir bərabərdir. 3 şərti ödənməyəcəyinə görə proses sonlanacaq. En plus Yəni bir mən, dəfə imtahan sözü çap olunur. bəli, mən n-ə 3 daxil elədim. İmtahan sözü də 4 dəfə çap olundu. İndi deməli, verilmiş fraqment bizim üçün hansı işi gördü? Deməli, n-1 dəfə yox, n dəfə yox. Gəlib deyəsiniz ki, n plus 1 dəfə imtahan sözünü çap edir. Məsələn, burada sualınızın cavabı olacaq Y variantı. Sonra tutaq ki, gəlib baxasınız 25-ci suala. Blok sxemlə təsvir olunmuş alqoritm nəyi hesablayır? Deməli, gəlib baxırıq buradan, yenə də tutaq ki, baxıram blok sxemə, baxıram variantlara, tutaq ki, mənim ağlıma bu blok sxemlə bağlı heç nə gəlmir. Mən nə etməliyəm? Gəlib bunu icra eləməliyəm ki, nə iş gördüyünü biləm. Deməli, burada da A bərabərdir 0, B bərabərdir 0 veribdir. Gərək siz özünüz burada bir S dəyişəni daxil eləyəsiniz. Yəni, burada bir S dəyişəni daxil eləməlisiniz. Məsələn, mən S-yə verdim, məsəl üçün deyirəm. 3 qiymətini burada daxil elədim. İndi gəlin baxaq. 3, A-nın qiyməti 0-dır, B-nin qiyməti 0-dır. 3 0-dan böyükdür. Hə istiqamətində gedirsiniz. B-ni S-yə bərabər eləyirsiniz. Yəni, B-nin qiyməti bərabər olacaq 3-ə. Sonra gəldik buradan, A-nı da gəlib burada nə etməliyik? Bir vahid artırmalıyıq. A-nı da 1 artırdıq, A-nın da qiyməti oldu 1. 1 kiçikdir bərabərdir 10-dan. A-nın qiyməti 1 olduğuna görə A hər dəfə 1-1 artır. Deməli, 1-1 artan bir dəyişən və ondan kiçik bərabər hal istəyir də bizdə. Məsələn, mən hə istiqamətində getsəm, S-yə yenə qiymət daxil eləməliyəm. Məsələn, S-yə bu dəfə daxil eləyirəm, misal üçün 5. S B-dən böyükdür deyə B-ni 5-ə bərabər eləyirəm, B-ni 5-ə bərabər eləyirəm. Və A-nı gəlirəm buradan yenə 1 artırıram. A-nın qiyməti olacaq 2.
2 kiçik bərabər 10 şərti ödəndiyinə görə bir də bura qayıdan. İndi məsələn, baxın, S-yə kiçik qiymət verirəm bu dəfə. S-yə verirəm 1. S-yə 1 verəndə S böyükdür B şərti artıq ödənmədiyinə görə yox istiqamətində gedib A-nı 1 artırıram. A-nın qiyməti olur 3. İndi gəlin baxaq. Buradan nə başa düşürük biz? Biz görürük ki, S-yə hər dəfə qiymət daxil eləyəndə S-nin qiyməti B-dən böyük olanda B-ni S-yə bərabər eləyir. Yəni, B-ni hər dəfə maksimum eləyir. Yəni, məsələn, mən S-yə 3 verdim, 5 verdim, 1 verdim. 3 verəndə 0 idi deyə 3'ü götürdü. 5 verəndə 5 idi deyə, böyük 5 idi deyə 5'i götürdü. Amma 1 verəndə 1'i götürmədi. Deməli, bu proses hər dəfə daxil olunan, S-yə daxil olunan qiymətlərdən ən böyüyünü B-yə mənimsədir. Ümumilikdə burada proses A 0 ilə başlayıb və hər dəfəsində bura başlanğıcda A-nı 1 artırıb deyə, yəni şərtə biz A-nın bir qiyməti ilə giririk. Və kiçik bərabər 10 şərtində proses 10 dəfə icra olunacaq. Yəni girişə verilən 10 dənə qiymətdən B üçün ən böyük qiymət çıxışa gedəcək. Gəlirəm indi bunu variantlarda axtarıram. Variantlarda girişə verilən ixtiyari 11 ədədin, girişə verilən ixtiyari 10 dənə ədədin ən böyük qiymətini çıxışa verir. Elə burada cavabımız olur bizdə B variantı. Yəni girişə niyə 11 olmadı? Çünki A 0-dan başlayıbdı və prosesin gedişatında A-nı bir vahid artırıbdır. Yəni 1-də, 2-də, 3-də, 4-də, 5-də, 6-da, 7-də, 8-də, 9-da, 10-da dövr icra olunacaq. Artıq 11-də icra olunmayacaq. Əgər burada A-nın 0 qiyməti ilə girişə girsəydim və prosesin gedişatında, yəni 0-dan girib burada A plus 1 versəydim, yəni şərtdən sonra A plus 1 versəydim, onda 11 dəfə icra olunur deyərdim. Ona görə burada sualımızın cavabı bizdə olur B variantı. Sonra misal üçün, tutaq ki, burada 32-ci sual sadə bir hesablama sualıdır. Ondan sonra gəlib baxsaq, burada nəyə baxaq? Məsələn, 33-cü sual da bizə nə deyir? 33-cü sual da bizə deyir ki, ilkin qiymətlər A10, B28 olarsa, alqoritm icrası nəticəsində S dəyişəninin qiymətini müəyyən edin. A10, B28. Yəni, A-ya 10 verəsiz, B-yə 28 verəsiz. S bərabərdir 0-dır. A kiçikdir bərabərdir. B şərti ödəndiyinə görə A-nın 7-yə bölünməsindən alınan qalığı yoxlayasınız. A 10 idi. Onun 7-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Yox deyir. Deməli, A 10 idi. B də 28 idi. Onun 7-yə bölünməsindən alınan qalıq 0 deyil deyə A-nı 1 artıracaq. A-nın qiyməti olacaq 11. Və proses bu şəkildə gələcək dövr eləyəcək. Yəni, hara qədər dövr eləyəcək? Məsələn, A-nın onsuz da bizdən nə istəyir? S dəyişəninin qiymətini müəyyənləşdirin istəyir də. Bu proses A 10 olanda ödənmir. A-nı 1 artırır, 11 olanda yenə yox istiqamətində gələsiyəm. Çünki 7-yə bölünmədən alınan qalıq 0 deyil. 12 olanda ödənməyəcək, 13 olanda ödənməyəcək, ödənəcək harda? 14 olanda. 14 olanda artıq A-nın 7-yə bölünməsindən alınan qalıq 0-dır deyə S-in üstünə A-nı əlavə eləyəcək. Yəni 0-ın üstünə gələcək 14-ü. A-nın özünü yenə 1 artıracaq. A-nı hər dəfə 1-1 artırır. Amma bu şərt haçan ödənir? Yəni S-in üstünə A-nı haçan gəlir? A-nın 7-yə bölünməsindən alınan qalıq 0 olana qədər. Deməli, burada 14-dən sonra indi mən bir-bir bunu 28-ə qədər artırmayacağım. Elə artıq prosesi başa düşmüşəm. A 7-yə bölünəndə S-in üstünə A-nı gələcək və 28-dən kiçik bərabər olana qədər. Bir də bu proses gəlib ödənəcək A-nın 21 qiymətində. Çünki 21-in 7-yə bölünməsindən alınan qalıq 0 olacaq və S-in üstünə yenə A-nı gələcək. A-nı yenə bir-bir artıra gedəcək. Artıra gedəndə bir də gəlib A-ya alacaq 28. 28-in də 7-yə bölünməsindən alınan qalıq 0-dır deyə bir də S-in üstünə 28-i gələcək. Artıq bu dəfə A-nı 1 artıranda A-nın qiyməti olacaq 29 və 29 kiçik bərabər 28 şərti ödənmədiyinə görə S çıxışa gedəcək. Deməli, S-in də çıxışa gedən qiyməti nə olacaq? 14, 21, 35, 35 ilə də 28-i toplayacaq. Y variantı 63 alacaq. Məsələn, bu da olacaq 33-cü sualın izahı.
Yəni prosesdə həmişə prosesi axıra qədər dövr eləməyin. Çalışın ki, prosesin gedişatında nə varsa onu başa düşüb nəticəni alasınız. Sonra burada nələr var? Sonra burada alqoritmlə bağlı maraqlı suallar var idi. Bircə dəqiqə gözlüyün baxım. Burada sonlarda olmalıydı, səhv eləmirəmsə. Hansı ki, nəticəni verir, sizdən ilkin qiyməti istəyir. Dövrü alqoritm tipində suallar. Bu DİM-in 20 sınağında da var, səhv eləmirəmsə elə suallar. O tipli suallara baxaq. Bircə dəqiqə. Müəllim, Demirmini nə vaxt işləyəcəyik? DİM 20-ni qrupa göndərmişdik də biz deyəsən. Direkt göndərmişdik deyəsən qrupa, səhv eləmirəmsə. Yəni işləyə bilərsiniz hissə-hissə. İndi tapşırıqlar tamam, oradan da verərəm. Hər dəfə oradan da suallarınızı cavablandırın. Məsələn, bu tipli suallardan danışırdım. Mən 76 tipində, DİM20-də də bu tipli suallar var. Deyir ki, alqoritm blok sxeminə əsasən S dəyişəninin 64 qiyməti çapa verilmişdir. Buna əsasən N dəyişəninin daxil edilə biləcək ən kiçik natural qiymətini tapın. Deməli, gəlin baxaq. S dəyişəninin 64 qiyməti çapa verilmişdir. İndi S burada hər dəfə baxıram ki, N-in 100-dən kiçik şərtində S-i hər dəfə 4-ə vurub və S-in də başlanğıc qiyməti 1-dir. Deməli, biri ən az 3 dəfə 4-ə vurmalıdır ki, baba 3 dəfə 4-ə vurmalıdır ki, gəlib S-ə 64 ala bilsin. Başa düşdünüz nə demək istədiyimi? Çünki hər dəfə 4 artırırsa, 4 dəfə artırırsa, başlanğıc qiymət də 1-dirsə, ən az 3 dəfə 4 dəfə artırmalıdır ki, 64 alsın. Yəni, bu 3 dəfə nədir? Bu sizdə prosesin 3 dəfə dövr eləyəcəyini göstərir. Yəni, burada proses 3 dövr eləyəcək. Başa düşdünüz? İndi gəlin Yəni baxaq. N də 100 olanda yoxa gedir, 9 artırır. Bəli. İndi gəlin baxaq. N-i də hər dəfə 9 artırıb. N-in başlanğıc qiymətini bilmirəm. Amma bilirəm ki, N-i 3 dəfə 9 artırıbdır. İndi burada da kiçik 100-dürsə, bu şərtin ödənməməlidir ki, mən yox istiqamətində gedim də. 100-ə Kiçik bərabər 100-ün edir. əksi nədir? Böyük bərabər 100 deməliyəm mən burada. Bunda gəlib deməliyəm ki, n böyük bərabərdir. 100-dən 27-sini çıxanda, bu mənə verəsidir 70, deməli 100-dən 3 9-um 27, 73 verir də bizə, bəli. N böyük bərabər 73, elə ən kiçik qiymət deyir deyə n-in 73 qiymətini götürə bilərəm. 73 götürsəm, n kiçikdir 100 şərtində 73-ün üstünə 27 gələndə 100-ə bərabər hal alınacaq və o zaman S-in qiyməti çıxışa gedəcək. 76-cı sualda cavabımız olacaq 73. Məsələn, qutardı, getdi. Bu da məsələn bu tipdə olan sual. Deməli belə. Sonra burada nələr var? Yenə bu tipdə suallardır və bir də blok sxem suallarıdır. İndi ev tapşırığı olaraq nə götürürsünüz? Ev tapşırığı olaraq burada toplam alqoritmdə neçə dənə sualdır? Açıq suallarla bir yerdə. Açıq suallarla bir yerdə deməli bircə dəqiqə baxaq. 103 dənə sualdır. 103 dənə. Evə 103 dənə sualı götürürsünüz dimdən. 103 sual dim. Əlavə olaraq DİM 20 sınaq, DİM 20 sınaq alqoritmə aid olan testləri işləyirsiniz. Sınaq neçədirsə, sınaq 6 ya da 5 olmalıdır alqoritm. DİM 20 sınaqdan alqoritm işləyirsiniz. Bunun video izahı var. Bunun video izahı YouTube'da baxa bilərsiniz. Linkini də göndərərəm. O ki qaldı. Buradakı blok sxem qurma suallarına, yəni 81-dən 103-ə qədər olan suallara. Blok sxemlərə də baxasınız. Özünüz yazmağa çalışın. Blok sxemlərin xatırlayırsınızsa, mən hər birinin sizə bir-bir izahını vermişəm. Yəni, bu sualların hamısını bir-bir izah eləmişik sizlə. Blok sxemlərlə də bağlı olan videolar, linkləriniz əlinizdə qalıbsa, YouTube'dan baxasınız. YouTube'dan tapa bilməsəniz, mən axtarıb tapıb linkləri sizə atıram.
İndi gələn dərsimizin planını bəri başdan deyirəm. Gələn dərsimizdə bu blok sxemlə bağlı olan suallarınıza baxdıq, qurtardıq. Bütün qəbullardakı alqoritm suallarına baxasıyıq. Yəni gələn dərsimizdə çalışın ki, baxın, verilən tapşırığı bitirin ki, müəllim 50-sini yazdım, 100-ün yazdım, müəllim çatdıra bilmədim, vaxtım olmadı. Həftə 7 gündə 14-15 dəfə riyaziyyata qatılırsınız. İnformatikaya da vaxt ayırın. Bütün testləri işləyin ki, gələn dərsimizdə bütün qəbullardakı alqoritm sualların izah eləyəcəm. Bütün qəbullardakı alqoritm sualların. Yəni, nə qədər əlimizdə qəbul kitabçası varsa, indiyənə qədər demin neçə dənə qəbul imtahanı olubsa, hər bir üçün alqoritm sualının izahını verəsiyəm. İstər qapalı suallar, istər blok sxem qurma sualları, bir də demin modellərindəki alqoritm suallarının izahını verəsiyəm, bir də demin sınaqlarındakı alqoritm suallarının izahını verəsiyəm. Və alqoritmi bundan yekunlaşdırmış olasıyıq. Yəni, növbəti həftəni ancaq alqoritmə həsr edib, ondan sonra gələn həftədə artıq başlayacağıq Python-a. Alqoritm bölməmizdən bu qədər. Nəsə sualınız varsa deyin. Hər bölməni belə eləyəcəyik müəllim. Yəni Ə, bütün sıralığına bax. Bəli. Müəllim, bunları üçüncü günə verirsə, düzdür. Bəli, üçüncü günə. Yəni sizdən istədiyim şey ev tapşırığını işləməyinizdir tam. Ev tapşırığında nə oldu? Kimin toplusundakı 103 dənə alqoritm suallarının hamısına baxmaq. Blok sxem qurmaqla bağlı sualları, köhnə videolar, əgər tapa bilirsinizsə, linklər qalıbsa, köhnə videolara baxın. Orada o blok Linklər sxem məndə suallarının... qalmayıb, atarsınızlar. Tamam. Mən atarım müəllim. Hə, blok sxem suallarının hər birinin izahını mən bir-bir vermişəm. Onları bir də təzədən üstündə dayanıb vaxt bitirmək istəmirəm. Onsuz da dimdir. Yəni, o vaxt nə izah eləmişəmsə, indi də ona yaxın bir şey izah eləyəsiyəm də. Yəni, çalışın ki, özünüz yazasınız. Özünüz yaza bilmədiklərinizi artıq blok sxemlərə baxarsınız. Yenə deyirəm, videoları tapıb göndərəcəm. Gələn dərsinizdə siz mənə bir də 2020 sınavında alqoritmi yazasınız. Sırf alqoritmə aid olan sınağı yazasınız. Oradan da onun da video izahını göndərəcəm. Gələn dərsinizdə mənə nə sualınız varsa, testlərdən, nəzəriyyədən, başa düşmədiyiniz, aydın olmayan, onları izah eləyib. Gələn dərsimizdə sırf qəbullar, sınaqlar, model testlərdəki ancaq alqoritm suallarına baxasıyıq. Ancaq alqoritmə. Aydın oldu? Bəli. Başqa nəsə sualınız varsa deyin. Sualınız yoxdursa bu günlük Yox, sağollaşacağım sağ ol. sizlə. Modelləşdirmənin bir bu alqoritmin izahını atardısa zəhmət olmasa. Nəyin izahın? Keçən dərsdən indiki dərsin. Hə, keçən dərs, indiki dərs. Hə, dərs izahını atın. Bəli. Hə, onu söz vermişdim. Bugün bazar gündür. Bugün onları, videoları tapıb yükləyib göndərəcəm. Narahat olmayın. Yaxşı müəllim. Oldu uşaqlar. Sualınız yoxdur ki başqa? Oldu Sağ olun, müəllim. xeyr. Xeyr. Oldu. Sağ olun. Hələlik özünüzdən müğayət olun. Sağ olun.